Bugün salam dostlar. Bugün oyuna təzə gələn Rico Brock və 8 bitin bufflarını atacağım. Bu videoda birinci Rico'nun buffsını anlatacağım. Və Max'ini də anlatacağım ama indilik həlləkçilik Rico'nu anlatacağım. Əvvəlcə Aksar buffsından başlamaq istəsək, gördüyünüz, bax bu indi işlətdiyim Aksarın özəlliyi budur ki, istədiyin yeri belə bir taret atır. Və bu taret patlayanda patlayanda etrafa şey yayır, bir dəqiqə. Dolsun bu adamın qabağına atacağım. Dolur. Aha. Attım. Hə. Bax gördüyünüz kimi o patlayanda belə olur. Baxın. Baxın. Kimsə onu patlatanda belə ətrafa şeylər saçır. Və eyni vaxtda bu normal halıdır. Buffla halında isə belə olur, gördüyünüz kimi, baxın. İndi atıram. İndi buna normal vuruşlarını belə vuranda içi dolur və onu patlayanda ekstremdan fazla toplar atır. Yəni buff izlər içini doldura bilirsiniz, gördüyünüz kimi. Sonra bunun yıldız ulti buff'si, yıldız gücü buff və yıldız gücündə isə şey var idi. Hiper zıpır yıldız gücü var idi. O yıldız gücündə mərmisi bir dəfə səkəndə ekstrem hasar verirdi, baxın. Və ya ultisi, baxın, 600 və 840. Səkəndə ekstrem hasar verirdi. Və bu ultisində də gerçəkləşir, gördüyünüz kimi. 720 amma 960 hasar verir. Amma buffsi ilə birlikdə bir dəqiqə ultisini boşaltım. Buffsi ilə birlikdə ekstradan divardan səkən vuruşlar, ekstradan hasardan başqa ultisini ekstra maç edir. Məsələn, gördüyünüz kimi sadəcə üstdən divardan səkiş vuruşunu da artır. Çox güclü olur. Yəni çox tez ulti doldura bilir. Və dostlar, digər yıldız gücü aksarlarda belədir ki, əvvəlki bu gördüyünüz işlətdiyim aksar əvvəl basanda normal vuruş vuranda hər səkəndə belə can verirdi. Amma artıq belə dev bir top atır. Səkəndə ətrafa balaca toplar atır hasar verən və özü də hasar verir. Eyni vaxtda can doldurur. Can doldurmasını da göstərim. Dostlar, gördüyünüz kimi normalda artıq belə bir top atır bu aksar, işlətdiyim aksar. Və baxın, gördüyünüz kimi birini atanda hasar verən şeylər atır. Artıq bu normal halıdır. Və buffla halında da ekstradan can verir. Sonra bu gördüyünüz yıldız gücü, yəni bayaq göstərdiyim digər olan yıldız gücü, sürətlə olan yıldız gücü canın %40'ın altına düşəndə daha sürətli olmanı sağlayırdı. Amma artıq %10'un altına düşəndə də %60 sürət sağlayır. Artıq %40 deyil. Və son olaraq da hiper buff silikonun daha uzağa və daha fazla mərmi atır və daha uzağa mərmi atır. Yəni ultisi kimi. Dostlar, bugünkü videonun da sonuna gəldik. Sağ olun, var olun, yaxşı olun.